Bilirsiniz ki çok adamlar osteokondroz denilen bir hastalık var. Tuz yığılıp diyenler var. Ne bileyim ben, revmatizmisi olan insanlar var. Bel yırtığı var. Boyun yırtığı var. Fəqərlər arasında yırtıqlar olur. Çoxlu miqdarda ola bilər. Birdən olar, iki dənə, üç dənə. Və bunu bəzən operasiya elətdirirlər. Birini operasiya elətdirir, o birində yarana bilər. Onun üçün xüsusi üsul var. O üsulü mən xüsusən bunun əsas müalicəsi bilirsiniz ki, glukozamindir. Glukozamin ən yaxşı dərman kimi yox. O glukoza balın tərkibində var. Amin turşu qalıqlarda nədir? Arginin, guanin, sitazin, valin, timin, tirazin, leysin, izoleysin, triptofan və bunlar hamısı 20 dənə amin turşu qalığı da balın tərkibində var. Əgər bunları bir qaşıq bal, bir qaşıq günə baxan yağı, bir qaşıq da xandrakol gelini, o tubikdə olur, onu aptekdən alacaksınız. Onların üçünü də bir-birinə qarışdırırsınız. Burada məqsəd nədir? Balın tərkibində glukozamin təsir edəcək. Balın onurğaya keçməsini təmin edən əsasən günə baxan yağ olacaq və üçüncüsü də xandrakol da xondrus, qırdaq deməkdir. Qırdaqların arasında yeni qırdaq yaradacaq. Bilirsiniz, o qırdaqlar zədələnir, oraya kalsium və başqa duzlar çökür və elə onların hamısını əridəcəkdir. Onun üçün bu üçünü birləşdirib, onu qarışdırırsınız. Bir adam, o xəstə adam ağız aşağı uzanır. Deməli, belinin onurğa sütunu boyunca iki əlinin üstə qoyub, əvvəlcə yavaş-yavaş onu, bütün hamısını, bütün onurğa sütunu boynun arkasından tutmuş da oturacağına qədər neydir onu? Yavaş-yavaş başlayır bərk eləməyə. Əlinin üstə qoyur, üy, oynaq. Fəqərələrin arasında bunu yedizdirir və tamamilə yedizdirəndən sonra yarım saat bunu eləməlidir. Sonra o saçı qurudan fen var ha. O fenlə bir-iki qolun arasına bir də belə. İki yerdə ən çox olur bu. Bir də boyunda da ola bilər. Onu deməli isidirsiniz əvvəlcə fenlə. Saçı qurudanla isidirsiniz, qaynarır, oldu dən kimi əvvəlcədən hazırlayırsınız. İki dənə binti, bir əl boyda binti bu tərəf, bir də əl boyda binti bu tərəf. Araqda da pambıq qoyursan ki, isti qalsın. Bu burada durur. İsti olan kimi onu qoyursan onun üstünə, leykoplastırdan üstündən bağlayırsan. Bu leykoplastırda hamısını əvvəlcədən hazır qoyursunuz orada. Binti də, pambığı da hazır qoyursunuz. Bu 3-4 gün qalır orada. Çinmək olmaz. Ondan sonra ona su dəyməməlidir. Neçə gün? 4 gün, 3 gün. 3 gündən sonra, 4 gündən sonra onu açırsınız, çimirsiniz və yenidən təkrar edirsiniz bunu. Yəni bu... Nə qədər müddətə? 15, 25, bəzən çox. Mən açıq deyirəm, mənim xəstəm olub, 13 millimetr deməli, qrijası olub belində. Ona demişəm, get 8 millimetrdən yuxarı operasiyalıqdır, get elətdir, deyir, mənim pulum yoxdur, sən qurbanım. Dedim, onda nə bacarırsan bunu elə. 30-35 dəfə, bəlkə 40 dəfə eləyib, bir də kastinlə gəlmişdi yanıma, bir də gəldi əlimdən öpür. Sən kimsən? Dedi, mən o yanda yadıqarım kastinə yadıma düşdü. Dedi ki, indi getmişəm, yoxlatmışam, deməli 2 millimetrə düşür. Dedim, get bunları bir də təkrar elə girən, təkrar elədi, ondan sonra tamamilə o yox oldu. Həmin o yırtıq? Həmən yırtıq. Həm də bütün onurğa sütunda yerləşən duzları, zadı hamısı nədir? Əllərin uyuşması nədir? Bilin ki, o fəqərələrin arasında protuziya var. Yəni o bir-birinə yapışır. O fəqərələrin arasından 31 cüt sinir çıxır. 31 cüt sinir, bax onun üstündən sıxdığı üçün o da gəlib əlləri bürüşdürür. Ayaqda qıc olmaları yaradır. Onları aradan qaldırmaq üçün ən gözəl və ən əsas nədir bu vasitədir? O resepti bir də deyin zəhmət olmazsa qısa deməli. Bir qaşıq bal, bir qaşıq günə baxan yağı, bir qaşıq da xandrakol geldi. Bu apteklərdə satılır. Diş pastasının kimi şeydir içindən. Onun bir qaşığını belə
xörək qaşığına tökürsünüz. Bunların üçünü də bir-birinə Qarışdırırsınız. qarışdırırsınız əlbəkində və əlinizi alırsınız və bunu bütün onurğa sütunu boyunca sürtürsünüz və Bir yarım saat ərzində. yarım saata elə yedirtməlisən onu tamamilə onurğa sütununa. Sonra da o saç qurudanla Fenlə onu istilə- qızdırırsan, isti olan kimi o Marlini pambıqla nəyi? Marlini Marlini qoyursan onun üstünə və Yapışdırırsan. dekoplastla onu yapışdırırsan 3 gün o orada, 4 gün orada qalmalı. Və sonra onu çıxardırsan təzədə, içirmirsən təzədən bir də. Təzədən bir də. 15-25 daha çox, nə qədər çox eləsəniz, Bir o o- yırtığın böyük və kiçikliyindən asılı olaraq tez qurtara bilər. Balaca yırtıqsa 2 mm-lik, 4 mm-lik, 6 mm-lik, 8 mm-lik isə tez qurtarır və əgər böyükdürsə, onda uzun müddət bunu eləmək lazımdır. Hə, bildim. Çox sağ olun Rəşid müəllim. Sağ olun. Millətimiz bilsin. Çox sağ olun, minnətdaram. İkinci resepti. İkinci resepti də İkinci zəhmət resept olmasa, nədir? o nə üçün idi? Əvvəl onu deyin. İkinci resept əvvəla biləsiniz ki, bax, boğaz ağrıları, ondan sonra həzm sistemində qəbizlikdə olan adamlar, öd kisəsində xırt olan adamlar, mədə bağırsaqda problemi olan adamlar, düzdür, mədə bağırsaqda problem olsa əvvəlcə nə mütləq Almagel A için ki onun üstünü yağlasın. Sızaklar ola bilər, gastrit ola bilər, bir şey olsun, onun üstünü yağlasın. 6 ədəd limon götürürsünüz, onun qabığını soyursunuz. Nə üçün? O limonun qabığında metil spirti var. O görməyə pis təsir edə bilər. Yəni o qabığını Soymaq lazımdır. soyulmalıdır, yeyilməməlidir. Onu ət maşınından keçirirsiniz, əməlli başlı onun mayesi tökülür bir qaba. Sonra 6 baş, demədim 6 diş, 6 baş sarımsağı ne edirsiniz? Onu da doğrayırsınız və ət maşınından keçirirsiniz. Onu da ona qarışdırırsınız. Üstə gələk 3 dəstə, 2-3 dəstə Böyük petruşka. petruşkalar. Petruşka nədir adı Azərbaycan? Cəfəri. Cəfəri. Cəfərini doğrayırsınız, onu da ət maşınından keçirib bunları qarışdırırsınız. Möhkəm qarışdırırsınız. Bir, demək olar ki, bu çox acı dadacaq. Onun acı dadmağından başqa buna yarım kilo, 300 qram, 200 qram yemək bacarmağından asılıdır. Bal qarışdırırsan və bunu 15 gün qaranlıqda və soyuqda, yəni harada xaladelnikin aşağı hissəsində saxlayırsan 15 gün. 15 gündən sonra hər gün səhər-səhər ac qarına yeməkdən əvvəl bir qaşıq nə atırsan mütləq, bunu içməkdən əvvəl almagel atsan 15 dəqiqə əvvəl. Ondan sonra bir qaşıq bunu səhər, bir qaşıq axşam bunu bütün yeyirsən. Bu sənin həmin sklerotik prosesini sıradan çıxardacaq. Bütün bədənində olan toksinləri atır. Bütün mikrobları məhv edəcəkdir çoxunu. Ondan başqa qanı duruldacaq. Yəni öd kisəsində xırt olan ödü tamamilə də. Bu əsasən bağırsaqları işlədən bilirsiniz ki, öddür. Ödün tərkibində olan xol turşusu və xenozox xol turşusudur. O da gəlib öd kisəsində uzun müddət qalanda xırt əmələ gəlir. Yəni duzlar çökür, kalsium da qaraciyərdən çıxır. Öd daşı da əmələ gələ bilir. O yəni öd daşı da xolesterindən və bir də nədən ibarətdir? Kalsiumdan ibarətdir. Onun 50%, xolesterin də 50% nədir? Kalsiumdur. Sən o 50% kalsiumu əridə bilərsən, amma xolesterini kuval tarvelinə vursan da sındıra bilməzsən, şüşə kimidir. Bərk də çox. Amma kalsiumu Beketovun fəallıq sırası var zaddan, kimyadan bilirsiniz. Kalsium nəyi çıxarda bilir? Ammonium tez çıxarda bilir. Ammonium sitrat verirlər, ursofalk, ursobil verirlər ki, onu 2 ay, 3 ay, bəzən 6 aya qədər verirlər ki, onu gündə bir tabletka və o bütün neydir? O kalsiumla birləşir və kalsium sitrat əmələ gətirir. Və kalsium bərk idi, duz idi, daş idi, indi maye halına keçdi. Bir günə olmur bu, 10 günə olmur bu. Dedim, aylar lazımdır bunun üçün. O, tutalım, buğdadan böyük öd daşı öd axacağından çıxa bilməz. Buğda da 8 millimetrdir. Yəni 1 santimetr yarım daşın yarısı kalsiumdur. Onun yarısını eləsən, o daşı sən oradan sala bilərsən. Həmçində insan arıqlayar bu reseptlə. Bu resept bəli.
insanın arıqlaması için çok vacip lazımdır. Ondan sonra bütün bedeninde mikroplar varsa hamısını məhv edəcək, qanı duruldacaq, qanın hər yerə işləməsini yaxşılaşdıracaq, beynin inkişafını və beynin damarlarını təmizləyəcək, damarın içərisində sklerotik proseslərin hamısını nə edəcək? Təmizləyəcək. Yeniləcək. Bəs neçə müddət Rəşid müəllim? Deməli mən dedim o dediyim qutarana qədər. Ha, Bunu yeni. içəndən sonra ildə bir dəfə bunu eləsəniz İldə bir- çox uzun müddət yaşayacaqsınız və çox sağlam və gümrah olacaqsınız. Heç vaxt bəlkə də qrip olmayacaqsınız və iltihabi xəstəliklərə düçar olmayacaqsınız. Çox sağ ol Rəşid müəllim. Var olasınız.